Abbasilər xilafəti və Şirvanşahlar dövlətinin tarixinə aid ümumi cəhət. Əməvilər sülaləsinin tənəzzülü nəticəsində yaranmaları. Abbasilər xilafəti bəli, Əməvilər sülaləsinin tənəzzülü nəticəsində 750-ci ildə hakimiyyətə gəlmişdi. Lakin Şirvanşahlar Ərəb xilafətində Abbasilər sülaləsi hakimiyyətdə olan zaman yaranan bir dövlətdir. Abbasilər xilafəti 9-cu yüzillikdən parçalanmağa doğru gedir. Bu zaman ondan asılı olan ərazilərdə müstəqilləşmə meyli yaranır. Bu zaman da Şirvanşahlar dövləti də Azərbaycan ərazisində yaranıbdır. Ona görə də aid deyil. Səlcuqlara qarşı Bizansla müttəfiq olmaları. Bu da aid deyil. Böyük Səlcuq dövlətindən asılı vəziyyətə düşmələri. Abbasilər xilafəti 1055-ci ildə, Şirvanşahlar isə 1066-cı ildə Səlcuqlardan asılı vəziyyətə düşübdülər. Monqol yürüşləri nəticəsində süqut etmələri. Abbasilər xilafəti 1258-ci ildə Monqol nəslindən gələn Hülakilər tərəfindən süquta uğradılıbdır. Şirvanşahlar dövləti isə 1538-ci ildə Səfəvilər tərəfindən süquta uğradılıbdır. Aid deyil. Hülaki dövlətindən asılı vəziyyətə düşmələri. Abbasilər süquta uğrayıbdır, asılı vəziyyətə düşməyibdir. Lakin Şirvanşahlar asılı vəziyyətə düşmüşdür. Ona görə də aid deyil. Cavab C variantı.